Rabitədə mənim bir dənə də məndən bir yerdə daha doğrusu kapitan, şəhid kapitan Vətən müharibəsi qəhrəmanı Səmədov İsmaildir. Sonra Vətən müharibəsi qəhrəmanı Səfərli Gündüzdür. Şəhid İslamov Bəxtiyardır. Bir də mən dördümüzün rabitə əlaqəsində diyaloqumuzu, danışığımızı ermənilər çəkib, yazıb, zaps eləyib şeydə vermişdilər, YouTube kanalında vermişdilər. Leopard karışmayalım, Leopard. Leopard gel burada. Mümkün qədər onları qabağa çəkməyə çalışın. En azından mövqelərdə yerləşdirin. Qabaq tərəfdə mövqelərdə yerləşdirin onu. Yolları biz mühafizəsi saxladıq, keçdilər, indi gedirik qabağa. Prosta onların atdığı yeri biz görürük. Mən öz koordinatımızı vereyim. Koordinatımıza göre qabağımızda hardasa bir 5-6 kilo, 4-5 kilometre qabağımızdadır. Meşənin içində oradan atırlar. Düz bizim üstümüze attılar. Oranın koordinatını atsalar biz onları yönləndirə bilərik, yəni bizimkiləri. Aydındır, başa düşdüm. Aşağı düşsəm ancaq görməyəcəm onları. Canavar Leopard'dan. Leopard, canavarım qəbul. Canavar, ilerleyə bilərsən sən. Leopard, sizin alt tərəfdəsiz. Mən bu Vişkanın solundayam. Vişkanın solunda. Solu sağı, solu sağı. Leopard karışmayayım, eşitirsən mən, Leopard. Qəbulda. Canavara deyil canavara, o 2 nəfər adamını, hansı çuxura düşən adamını, təcili bizim oradan düşdüyümüz yerə çatdırsın, maşını oradadır, çox qaldı verməyəcək orada. Başa düşdüm, qəbul. Tez olsun, maşını vuracaqlar, tez olsun. Orada da artilleriyanı yönləndirmişəm mən həmin orada. O artilleriyanı yönləndirmə barədə də deyim. Biz ora yerləşəndən sonra həmin bu hadisələrdən qabaq olmuşdu. Yadımdan çıxmışdı ilk, indi ona görə geri qayıtdım. Biz oraya yerləşəndə artilleriya mərmilərinin çıxdığı yerdə toz qalxırdı. Çox güclü bir toz qalxır. O tozu görmüşdüm mən. Tozu gördüyümə görə təxmini yeri bilirdim də haradır. Artilleriya oranı məhv elətdirmək lazım idi. Mən məcburi şəkildə, amma koefisiyentlə olduğum koordinatı və durduğum yerdən hədəfə qədər olan məsafəni təxmini dediyim, yəni ilk mərmi düşsün, mərmiyə görə atışı yönləndirim. Olduğum koordinatı deyəndən sonra və hədəfə qədər məsafəni, bir də neçə dərəcədə olduğun mənə görə dedim.